Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademinin İngilis dili üzrə təlimçisi Aysiyə Çələbi. Bugün sizlərlə təkrar sertifikatlaşdırmaya dair 14 iyun düşmüş testlərin izahına baxacağıq kömək məqsədi ilə. 11-ci sualımız paraqraf tamamlamadır. 11-ə qədər olan sualları əvvəlki izah eləmişdim. İstəsəz kanala keçib baxa bilərsiniz. Demək, history shapes how we think and act in society by impacting our beliefs, values and traditions. Deyir ki, tarix bizim necə düşündüyümüzü formalaşdırır, bizim düşüncəmizi formalaşdırır və o cümlədən dəyərlərimizə, inanmalarımıza, inanclarımıza, ənənələrimizə təsir edərək cəmiyyətdə özümüzü aparmağımıza formalaşdırır. Understanding the past helps us understand how society works now. Keçmişi başa düşmək bizə indi cəmiyyətin o qanunlarını, yəni necə idarə olunduğunu, necə işlədiyini başa düşməyə kömək edir. Sonra cümlə qurmalıyıq. For example, learning about World War II shows us why countries need to work together for peace. Məsələn, 2-ci Dünya müharibəsi haqqında öyrənmək bizə ölkələrin birlikdə sülh üçün işləməyə nəyə ehtiyacı olduğunu göstərir. Also, studying ancient civilizations like Egypt or Rome teaches us how modern society developed. Həmçinin Misir və Roma kimi qədim sivilizasiyaları öyrənmək bizə müasir cəmiyyətin necə inkişaf etdiyini öyrədir. Moreover, bad things that happen in history, like slavery or discrimination, still affect society today. Deyir, buna baxmayaraq, bundan əlavə olaraq pis şeylər də tarixdə baş verir. Məsəl üçün, quldarlıq olsun, ayrı-seçkilik olsun, hansı ki, onlar hələ də cəmiyyətimizə təsir edir. Ultimately, history helps us make a better future by learning from past. Deməli, sonda nəhayət olaraq tarix bizə keçmişi öyrənməklə daha yaxşı gələcəyə qurmağa kömək edir. İndi baxırıq ki, A variantında yazıb additionally playing video games can also teach us about historical events. Əlavə olaraq video oyunlar oynamaq bizə tarixi hadisələr haqqında məlumat verə bilər. Bunun bura nə əlaqəsi? B variantı deyir ki, by learning history, we can see how things in society change over time. Tarixi öyrənməklə biz cəmiyyətin, yəni zaman keçidi necə dəyişdiyini görə bilərik. Bu ola bilər. Sonra deyir ki, some people prefer to learn about history through movies rather than books. Bəzi insanlar kitablardansa daha çox filmlərə baxmaqla tarix haqqında öyrənmək üstün tuturlar. Bunun da yenə mətnimizə əlaqəsi yoxdur. Deyir ki, internet has made it easier to access historical information from various sources. İnternet müxtəlif mənbələrdən tarixi informasiya giriş etməyə daha asanlaşdırmışdır. Yenə bu da bizim mətnimizə əlaqəli deyil. Sonra many cities host historical reenactments to educate the public about past events. Deməli ki, çoxlu şəhərlər tarixi hadisələr haqqında, yəni keçmiş hadisələr haqqında cəmiyyəti məlumatlandırmaq üçün, cəmiyyəti maarifləndirmək üçün neynilər? Tarixi yenidən qurmalar həyata keçirdirlər. Bu yenə də bizim mətnimizə əlaqəsi yox idi. Sonra 12-də verilən sözlərlə düzgün definitionlar qurmaq tələb olunur bizdən. Curious bilir ki, hər şeylə maraqlanan deməkdir. 1-ə C deyəcək. Fierce güclü, şiddətli deməkdir. 2-yə B deyəcək. Essential vacib deməkdir. 3-ə də A deyəcək. C, B, A, yəni olacaq cavabımız Y variantı. 13-cü sualda deyir, article hansına düzgün işlənib. A-ya baxırıq. Birincisi last night birləşməsində keçən gecə. Biz bilirik ki, burada Z artiklı işlənmir. Mona Lisa is housed in Louvre Museum in Paris. Mona Lisa deyir, Parisdə, yəni Louvre muzeyində ev sahibliyi edilir. Muzeylərin qabağında Z artiklı olur. Sonra Linda və onun bacısının play de violin olmalıdır. Çünki play musiqi adətlərini işlənirsə Z artiklı qoyacaq qabağında. Have a good time, have a great time də ifadədə qabağında E artiklı olmalıdır. Cavabımız olacaq Y variantı. Tarixi tikirlərlə Z artiklı işlənir. Burada da site sözünə görə E artiklı gətirib qoymuşam. 14-də dreadful sözünün antonimini istəyir bizdən. Dreadful pis, dəhşətli, yəni bad, very bad deməkdir. Bunun da antonimi təbii ki, delightful olacaq. Bunları götürə bilərsiniz. Sonra, baxırıq 15-ə. Deyir, hansına participle dizgin işlənibdir.
Gəlin birincisi istəyirsə ING-li olanlara baxaq, daha rahat olsun bizə. Cümlə əgər ING-li sözlə başlayırsa, ING-li birləşmə ilə başlayıb, birbaşa əsas feilə gəlib toxunursa, əsas xəbərə gəlib toxunursa, bu olacaq gerund. Amma yox, cümlə ING-li ilə başlayıb, cümlənin başqa mübtədası xəbəri varsa, bu olacaq participle. Deməli, 4-ü götürəcəm. Talented zaten istedadlı isimdir, bunu da lazım deyil bizə. Feel it, amma feel it yazılan. Participle to'dur, bu da düzdür. Cavabımız olacaq 1-4 D variantı. Sonra 16-da. Deməli, mətni oxuyub nə etmək lazımdır? Suala cavab vermək lazımdır. Gəlin belə eləyib, bütün mətnimiz görsənmiş olsun. Burada artıq nədir? Sual verir, suala cavablandırır. Deməli, renewable energy like solar, wind and hydroelectric power is becoming more important. Yəni, yenidən o bərpa oluna bilən enerji mənbələri, məsələn, günəşdir, küləkdir, sonra su elektrik enerjisidir, getdikcə daha çox nə olur? Vacib olur. They help reduce greenhouse gases and fight climate change. Onlar istixana qazlarının azaltmasına, istixanaların yəni azaldılmasına kömək edir və iqlim dəyişkənliyi ilə mübarizə aparmağa kömək edir. Using renewable energy means deməli, we don't need to rely on fossil fuels and can help the environment. Bərpa oluna bilən o enerji mənbələrindən istifadə etmək o deməkdir ki, yəni bizim artıq o yanacaqlara da, yəni fossil fuellara etibar eləməyimizə ehtiyac yoxdur və ətraf mühitə nə edə bilər? Kömək edə bilərik. Also, they create jobs and help the economy to grow. Həmçinin onlar işlər yaradır və ekonomiyə, yəni iqtisadiyyata inkişaf etməyə kömək edir. It's important to invest in this field for a cleaner future. Deyir ki, daha təmiz gələcək üçün bu sahəyə investisiya qoymaq vacibdir. İndi baxırıq deməli. Mətnə görə mətn deyir bizə bu bərpa oluna bilən enerji mənbələri haqqında nə məlumat verir? Onlar nə edə bilirlər? Deyir ki, they have impact on increasing greenhouse gases. Greenhouse istixana qazlarının artmasına da təsir var. Əksinə reduce. Sonra contribute positively to environmental pollution, ətraf mühit çirklənməsinə müsbət təsir göstərir? Yox. Deyir ki, help to combat climate change. Deməli, bu ətraf mühit dəyişkənliyi ilə mübarizə aparmağa kömək edir. Combat elə fight sözünə sinonimdir, C-ni götürəcəyik. Solely rely on fossil fuels for energy production. Enerji o istehsalı üçün sadəcə deyir, yəni bu yanacaqlara etibar edir. Yox, bu da deyildir. Are favorable to economic loss. İqtisadi itkidə, yəni maraqlıdır, iqtisadi itkidə üçün yaxşıdır, faydalıdır. Yox. Əksinə iqtisadiyyatın daha da dirçəlməsinə kömək eləyir. Deməli, 17-ci sualda deyir ki, he seemed to that everyone would do what he told them. O görünürdü, elə ki, hər kəs onlara nə deyəcəyini edəcək. Yəni, qəbullanmış görünürdü. Take it for granted. Belə olmalıymış kimi qəbul etmək, sorğu-sualsız qəbul etmək, bu mənalara gəlir, çıxır. 18-ə baxırıq. Deməli, birinci nöqtələrdən sonra burada isim var deyib, oversi çıxaq qəşəng bir şəkildə. Sonra biz bilirik ki, əgər sual cümləsində these, those, bunlar varsa, mən bunu you ilə əvəz eləmirəm, cavabda z ilə əvəz edirəm. Özünü də yazmıram, buna görə bunlar da çıxacaq. Are you his friends demərəm də, sonra yes they are demərəm. Deyirəm yes you are və yaxud yes we are. Məsələn, siz deyirəm onun dostlarsa, deyirəm hə bizik də, yes we are deyərəm, düzdürmü? Mən necə buna z ilə cavab verim, götürəcəm elə belə. Deyirəm, onlar sənin dostlarındır, deyirsən, hə, elədir. Onlar elədir, yəni mənim dostlarımdır. Sonra, baxırıq 19-cu suala. Deməli, burada news sözü ilə hansıdır birləşmə yarada bilməz. Consume news olar, spread news olar, yəni xəbəri yaymaq. Sonra catch up on news da olar, follow news da olar, amma addict news olmazaq, yəni xəbərə əldə olmaq olmaz. Sonra 20-də deməli, baxırıq nəyə?
Nöqtələrdən sonra bax, isim gəlməyibsə, bilin ki, orada zərf yazacaqsınız. Yəni o zərfə aid olan bir qaydadır. Çünki sifət nə edir? İsmi təyin edir də, düz deyil. Deməli özündən sonra nəyə gəlməlidir? İsmi gəlməlidir. Gəlməyibsə, deməli o artıq olacaq nə? Zərf. Deyirəm, professor nəzəriyyəni izah elədi. Yəni aydın bir şəkildə olacaq, clearly. Tərcümə nədir? Tapa bilərsiniz. Sonra make it, make something və yaxud da somebody olur nə? Sifət. Easier. Yəni B variantı. Massadan sonra bu arada müqayisə dərəcəsi gəlməlidir. Ona görə də səhv çıxa bilərsiniz. 21-də bizdən deməli nida cümləsini istəyir. A variantına baxırıq. How deliciously the food at the restaurant tasted. Bizim buradakı xəbərimiz bax buradakı sifətə, zərfə təsir edir. Bu deyirsən ki, restorandakı yemək necə dadlı dadır. Dadmaq mənasındasa burada delicious verməliyim. Çünki bu isimə aid olan taste feili, dad vermək mənasında özündən sonra sifət gətirən bir feildir. Sonra baxırıq nəyə? Həz önə gəlməsi nida cümləsində slice-a görə burada E artikli olmalı idi. Sonra ha-la başlayan nida cümləsi ismin qabağında Z artikli olur. Cavabımız olacaq B variantı. Daha sonra 22-yə baxırıq. 22-də dialoq qurmaq lazımdır. Başlayaq nə ilə? Deməli, ümumiyyətlə dialoqlarda həmişə birinci sualla başlayırıq da. Yəni dialoq nə ilə başlayır? Sualla başlayır. Deyirəm, hey, are you excited about the vacation next week? Deyirəm, növbəti həftə, gələn həftəki o tətil haqqında, yəni tətil üçün həyəcanlısan. O deyir ki, 5. Deyirəm, definitely I can't wait to relax on the beach and explore new places. Əlbəttə, yəni mən istirahət etmək üçün gözləyə bilmirəm. Yəni çimərlikdə istirahət etmək üçün və yeni yerlər kəşf etmək üçün gözləyə bilmirəm. 500 ilə başlasaq, sonra o deyir ki, həmçinin mən də qayıdıb bunu deməlidir ki, biz yeni bir şey. I planning what to pack and where to visit. Deyir, mən artıq planlaşdırmışam ki, hara gedəcəm və nə götürəcəm. So deyir ki, I hope the weather will be nice so we can enjoy outdoor activities. Deyir ki, yəni mən ümid edirəm ki, hava yaxşı olacaq. Beləliklə biz də bu çöldəki yəni aktivitelərdən həzz ala biləcəyik. Ona görə bir yazırıq. It's going to be so much fun. I can't wait to make some great memories. Əyləncəli olacaq. Mən belə gözəl xatirələr yəni etmək üçün, xatirələr yaratmaq üçün səbirsizlənirəm. Cavabımız 5, 3, 2, 1, 4 C variantı olmuş olacaq. Sonra 23-dən bir hansı cümlə düzgüdür? Baxırıq nəyə? Boss inkar cümlədə işlənməz, yeni çıxırsınız. Sonra neither of-un xəbəri təkdə olar, C variantını çıxırsınız. Maindən sonra cəm isim gələr, B variantını çıxırıq. Either də özündən sonra yəni tək alar, cavabımız olacaq D variantı. 24-də gerundir hansında düzgün işlənibdir. Burada nə o varsa deməli bu indiki davam edici zamandır. Sonra İkinci qrup kompleks obyekti ikinci qrup feillərindən sonra gələn participle one-dır. While-dan sonra gələn participle one-dır. Qabağında Z artikli gəldi, verbal noun-dur. B-ni götürəcək. Söz önündən gerund. Bu qədər ümid edirəm izah sizin üçün faydalı oldu. Növbəti videolarda görüşənədək.